6 aprel 2026-cı ildir və həftənin bazar ertəsi günü dəyərli izləyicilər, bir son dəqiqə xəbərini və hamı üçün çox maraqlı olacaq bir xəbəri sizinlə bölüşmək istəyirəm. Azərbaycanda dini baş örtükləri ləğv olunur. İnanclılara bu milli örtük təklif edilir. Söhbət hansı milli örtükdən gedir? Bu xəbər və digər başqa xəbərlərdən xəbərdar olmaq üçün sağdakı üstəgəl işarəsini vurmaqla kanalımıza abunə ola bilərsiniz dəyərli izləyicilər. Bəli, Azərbaycanda rəsmi məkanlarda dini baş örtüklərinin istifadəsi ilə bağlı yeni tənzimləmənin tətbiqi istiqamətində artıq dövlət səviyyəsində qərar formalaşıb və yaxın zamanlarda bunun rəsmi şəkildə elan olunacağı gözlənilir. Musavat.com xəbər verir ki, bu yanaşma xüsusilə orta məktəbləri, ali təhsil müəssisələrini və dövlət qurumlarını əhatə edəcək. Yeni qaydalara əsasən dini simvol xarakteri daşıyan baş örtüklərinin ictimai məkanlarda istifadəsinin məhdudlaşdırılması əvəzində isə Azərbaycanın milli örtüyü olan kəlağayının təşviq edilməsi nəzərdə tutulur. Və bu qərarın arxasında dayanan əsas məqsədin isə milli birlik və vahid ictimai mühitin qorunması olduğu bildirilir. Qeyd olunur ki, müxtəlif məzhəbi və sektorial simvollar cəmiyyət daxilində fərqlənməni artırdığı halda kəlağayı ümummilli identiklik və ortaq mədəni dəyər kimi də qəbul edilir. Tarixi baxımdan da söhbət təbii ki, kəlağaylardan gedir. Hansı milli demək geyim növünə əvəz olunacaq, demək baş örtükləri, bax bu fotolardakı təbii ki, kəlağaylardan gedir söhbət, izləyirsiniz dəyərli izləyicilər. Bax bununla əvəz olunacağı gözlənilir. Milli Azadlıq Hərəkatı dövründə və Qarabağ hadisələrinin ilk mərhələlərində də kəlağayının simvolik rolu xüsusilə diqqət çəkir. Azərbaycan bayrağının açıq şəkildə qaldırılmasının çətin olduğu, hətta olmadığı məqamlarda kəlağayı 1988-ci ildə bir neçə dəfə bayraq əvəzi kimi istifadə olunub, istiqlal ideyasının rəmzinə çevrilib. Eyni zamanda Qarabağ münaqişəsinin də gərgin dövrlərində kəlağayı birbaşa sülh simvolu kimi də çıxış edib. Və yeni yanaşmaya əsasən inanclı qadınların baş örtüyü ehtiyacı nəzərə alınmaqla dini baş örtükləri əvəzinə milli örtük kəlağaydan istifadə təşviq olunacaq. Bununla bağlı maarifləndirmə, tədris və tətbiq mexanizmlərinin də hazırlanacağı bildirilir və beləliklə Azərbaycanda baş örtüyü məsələsində yeni mərhələnin başlanacağı gözlənilir və bu yanaşma milli mədəni dəyərlərin ön plana çıxarılması ilə izah olunur dəyərli izləyicilər.